Oğlaq Bürcü 15 aprel 2026 Oğlaq Bürcünün günlük proqnozu. Bugün həyatın tempi bir qədər yavaşlaya bilər və bu əslində sənin xeyrinədir. Hadisələrə tələsmədən yanaşmaq, hər şeyi olduğu kimi qəbul etmək sənə daha çox rahatlıq gətirəcək. Bəzi məqamlar dərhal həll olunmasa da narahat olmağa dəyməz, zaman keçdikcə hər şey daha aydın görünəcək. Gün ərzində içindən gələn hisslər sənə hansı istiqamətdə hərəkət etməli olduğunu sakitcə pıçıldaya bilər. İnsanlarla münasibətlərdə yumşaq və səmimi yanaşma ön plana çıxır. Kimləsə açıq söhbət etmək, içindəkiləri bölüşmək sənə yüngüllük verə bilər. Əgər kiçik bir anlaşılmazlıq yaranarsa, bunu böyütmədən sakit şəkildə həll etmək mümkün olacaq. Bugün deyilən sadə, amma ürəkdən gələn sözlər münasibətlərdə isti bir ab-hava yarada bilər. Yaxın çevrəndən alacağın dəstək səni daha güclü və rahat hiss etdirəcək. Bugün eyni zamanda biraz özünlə qalmaq, düşüncələrini toplamaq üçün də əlverişlidir. Nə istədiyini, səni nəyin narahat etdiyini anlamağa çalışmaq faydalı olacaq. Keçmişdə qalan bəzi mövzular yenidən ağlına gələ bilər, amma bu dəfə onlara daha sakit yanaşaraq içində bir nöqtə qoya biləcəksən. Bu da sənə daxili yüngüllük hissi verəcək. Günün ümumi enerjisi sakit və axıcıdır. Özünü çox yükləmədən kiçik addımlarla irəliləmək daha doğru olacaq. Hər şeyin bir zamanı var və bugün sənə bunu xatırladır. Bugünün mesajı, həyatı tələsmədən yaşa, daxilini dinlə və hər şeyin öz vaxtında yoluna düşəcəyinə güvən. Dolça Bürcü 15 aprel 2026 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün adi gündən bir qədər fərqli hisslərlə başlaya bilər. Sanki içində nəyisə dəyişmək, eyni dövrədən çıxmaq istəyi yaranır. Gün ərzində qarşılaşdığın hadisələr sənə yeni baxış bucağı qazandıra bilər. Hər şeyi əvvəlki kimi qəbul etmək əvəzinə başqa cür necə ola bilər, sualını vermək sənə maraqlı nəticələr gətirəcək. Tələsmədən, amma tərəddüd etmədən irəliləmək bugün üçün ən uyğun yanaşmadır. Ünsiyyətlərdə isə canlılıq və hərəkətlilik hiss olunur. İnsanlarla söhbətlər sadəcə gündəlik mövzularla məhdudlaşmaya bilər, daha dərin və düşündürücü mövzular gündəmə gələ bilər. Fikirlərini açıq şəkildə ifadə etdikcə qarşı tərəfdən də maraqlı reaksiyalar ala bilərsən. Bəzən kiçik fikir ayrılıqları yaşana bilər, amma bunlar ciddi deyil, sadəcə fərqli baxışların toqquşmasıdır. Sakit və anlayışlı yanaşsan, hər şey rahatlıqla yoluna düşəcək. Bugün eyni zamanda öz daxilinə yönəlmək üçün də uyğun zamandır. Nəyi dəyişmək istədiyini, səni nəyin sıxdığını və nəyin həqiqətən səni xoşbəxt etdiyini düşünmək üçün yaxşı fürsət yaranır. Bəzi köhnə düşüncələr artıq sənə uyğun gəlməyə bilər və onları buraxmaq istəyi yarana bilər. Bu dəyişiklik qorxulu deyil, əksinə səni daha azad hiss etdirə bilər. Günün enerjisi bir qədər dəyişkən olsa da, bu dəyişkənlik sənə yeni imkanlar göstərə bilər. Hər şeyin tam plan üzrə getməməsi bəzən daha maraqlı nəticələrə gətirib çıxarır. Özünü çox sıxmadan, axına uyğunlaşaraq hərəkət etsən, günün sonunda özünü daha rahat və məmnun hiss edəcəksən. Axşam saatlarında isə biraz sakitlik və özünlə qalmaq ehtiyacı yarana bilər. Gün ərzində yaşadıqlarını düşünmək, onları içində həzm etmək sənə yaxşı təsir edəcək. Kiçik bir fasilə, sakit bir mühit və biraz düşüncə, bunlar sənin enerjini bərpa edə bilər. Bugünün mesajı, hər şeyi əvvəlki kimi görmək məcburiyyətində deyilsən, baxışını dəyişdikcə həyat da dəyişir. Balıq Bürcü 15 aprel 2026 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər daha dərin və aydın ola bilər. Sanki daxilində baş verənləri daha yaxşı anlayırsan və bu da sənə qərar verməkdə kömək edir. Gün ərzində bəzi anlarda xəyallara dalmaq istəyi yarana bilər, amma bu səni reallıqdan uzaqlaşdırmaq üçün deyil, əksinə nə istədiyini daha yaxşı hiss etdirmək üçündür. Öz iç səsinə güvəndikcə daha rahat hərəkət edəcəksən. İnsanlarla münasibətlərdə həssaslıq bir qədər artacaq. Qarşı tərəfin sözləri və davranışları sənə daha çox təsir edə bilər. Buna görə də hər şeyi ürəyinə salmamağa çalışmaq vacibdir. Eyni zamanda səmimi və içdən danışıq münasibətlərdə gözəl bir yaxınlıq yarada bilər. Kimsə ilə ürəkdən edilən söhbət səni yüngülləşdirə və ruhunu sakitləşdirə bilər.
Bugün biraz tək qalmaq, sakit mühitdə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Öz düşüncələrini toplamaq, içindəki qarışıqlığı aydınlaşdırmaq üçün tələsməyə ehtiyac yoxdur. Bəzi köhnə xatirələr və ya hisslər yenidən üzə çıxa bilər, amma bu, onları birdəfəlik anlamaq və buraxmaq üçün bir fürsətdir. Günün axarı yumşaq və axıcıdır. Özünü çox yormadan hisslərinə uyğun hərəkət etmək ən doğru seçim olacaq. Kiçik şeylərdən zövq almaq və anı yaşamaq bugün sənə xüsusi bir rahatlıq gətirə bilər. Axşam saatlarında isə emosional olaraq daha sakit və balanslı hiss edə bilərsən. Gün ərzində yaşadıklarını düşünmək və onları qəbul etmək sənə daxili bir rahatlıq verəcək. Bugünün mesajı: hisslərini gizlətmə, onları anladıqca özünə daha da yaxınlaşacaqsan. Qoç bürcü 15 aprel 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji kifayət qədər yüksəkdir, amma bu enerjini necə yönləndirdiyin çox şey dəyişə bilər. Günə sürətli başlamaq istəsən də, bəzi məqamlarda dayanıb düşünmək daha faydalı olacaq. Qarşına çıxan vəziyyətlər səni biraz səbirli olmağa məcbur edə bilər. Hər şey istədiyin kimi dərhal alınmasa da, bu geri addım atmaq demək deyil, sadəcə daha uyğun anı gözləməkdir. Ünsiyyətlərdə biraz kəskinlik hiss oluna bilər. Fikirlərini açıq demək istəyəcəksən, amma bunu necə ifadə etdiyin vacibdir. Sözlərini biraz yumşaltsan, qarşı tərəf səni daha rahat anlayacaq. Kiçik gərginliklər mümkündür, amma onları böyütmədən keçmək tam sənin əlindədir. Gün ərzində kiminsə səni dəstəkləməsi motivasiyanı artıracaq. Bugün eyni zamanda başladığın işləri davam etdirmək üçün də yaxşı zamandır. Yeni bir şeyə atılmaqdan çox, artıq başladığın mövzulara diqqət yetirmək daha səmərəli olacaq. Yarımçıq qalan işləri tamamlamaq sənə həm rahatlıq, həm də məmnunluq hissi verəcək. Günün ikinci yarısında bir qədər yorğunluq hiss edə bilərsən. Bu zaman özünə qısa fasilə vermək, biraz dincəlmək yaxşı təsir edəcək. Hər şeyi eyni anda etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha doğru seçimdir. Axşam saatlarında isə daha sakit və rahat bir enerji hiss olunacaq. Günün gərginliyindən uzaqlaşmaq, sevdiyin bir məşğuliyyətə vaxt ayırmaq sənə yaxşı təsir edəcək. Bugünün mesajı: gücünü tələsməyə yox, düzgün anda hərəkət etməyə yönəlt, nəticə daha uğurlu olacaq. Boğa bürcü 15 aprel 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sabitlik və rahatlıq axtarışı ön planda olacaq. Günə biraz yavaş başlamaq istəyə bilərsən və bu tamamilə normaldır. Öz ritmini qorumaq, tələsmədən hərəkət etmək sənə daha yaxşı təsir edəcək. Gün ərzində baş verən hadisələr böyük dəyişikliklər gətirməsə də, kiçik məqamlar sənə düşünmək üçün maraqlı səbəblər verə bilər. Ünsiyyətlərdə isə sakit və anlayışlı bir yanaşma hiss olunur. Ətrafındakı insanlarla münasibətlər daha yumşaq və rahat axacaq. Kimsə ilə edilən səmimi söhbət gününü gözəlləşdirə bilər. Əgər arada kiçik narazılıqlar yaranarsa, onları böyütmədən sadə şəkildə həll etmək mümkün olacaq. Bugün anlaşmaq, anlaşılmaqdan daha vacib görünə bilər. Gün ərzində rahatlıq zonandan çıxmaq istəməyə bilərsən, amma bəzi kiçik dəyişikliklər sənə yaxşı təsir edə bilər. Məsələn, fərqli bir mühitdə vaxt keçirmək və ya gündəlik rutini az da olsa dəyişmək enerjini yeniləyə bilər. Özünü çox sıxmadan kiçik addımlarla yeniliklərə açıq olmaq faydalı olacaq. Bugün həm də özünə qayğı göstərmək üçün yaxşı fürsətdir. Sevdiyin şeylərə vaxt ayırmaq, özünü rahat hiss etdiyin mühitdə olmaq sənə daxili bir rahatlıq verəcək. Bəzən sadə şeylər insanı daha çox xoşbəxt edir. Bugün bunu daha aydın hiss edə bilərsən. Axşam saatlarında isə sakitlik və dinclik ehtiyacı arta bilər. Günün yorğunluğunu atmaq və biraz dincəlmək sənə yaxşı təsir edəcək. Bugünün mesajı: kiçik dəyişikliklərdən çəkinmə, bəzən ən sadə addım belə gününü gözəlləşdirə bilər. Əkizlər bürcü 15 aprel 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün kifayət qədər dəyişkən və hərəkətli bir enerji hiss olunur. Sanki eyni anda bir neçə istiqamət səni özünə çəkir və hər şey maraqlı görünür.
Fikirlərin sürətlə dəyişə bilər, bu da günün ritmini biraz qarışıq, amma eyni zamanda rəngarəng edə bilər. Özünü bir anda çox işin içində tapmamaq üçün seçimlərini sadələşdirmək faydalı olacaq. Kiçik və aydın addımlar bugün sənə daha çox rahatlıq verəcək. Ünsiyyətlər çox canlıdır və insanlar arasında fərqlənmək üçün yaxşı imkanlar yarana bilər. Sözlərinlə diqqət çəkə, fikirlərini maraqlı şəkildə ifadə edə bilərsən. Bugün danışmaq, yazmaq və ideyalarını paylaşmaq üçün əlverişlidir. Lakin bəzən düşüncədən əvvəl danışmaq istəyi yarana bilər, ona görə də bir anlıq dayanıb nə dediyini yoxlamaq münasibətləri daha rahat saxlayacaq. Qarşılıqlı anlayış bugün çox önəmlidir. Gün ərzində diqqətin tez dağılmağa meyilli ola bilər. Bir işə başlayıb başqa birinə keçmək istəyi artsa da, yarımçıq işləri tamamlamaq sənə daha çox məmnunluq gətirəcək. Özünü çox sərt şəkildə məhdudlaşdırmaq lazım deyil, amma biraz istiqamət vermək gününü daha məhsuldar və rahat edəcək. Kiçik planlar qurmaq və onlara sadiq qalmaq sənə kömək edə bilər. Bugün həm də yeni ideyaların və maraqlı düşüncələrin ortaya çıxdığı bir gündür. Birdən ağlına gələn fikirlər gələcəkdə sənə yol göstərə bilər. Ona görə də düşündüklərini unutmaq əvəzinə yazmaq və ya qeyd etmək faydalı olacaq. Bəzən ən gözlənilməz fikir sonradan böyük bir istiqamətə çevrilə bilər. Günün ümumi axarı bir qədər dəyişkən olsa da, bu dəyişkənlik sənə yeni baxışlar qazandıra bilər. Hər şeyi eyni anda etməyə çalışmaq əvəzinə anı hiss edərək irəliləmək daha rahat olacaq. Öz ritmini tapdıqca gün daha balanslı görünəcək. Axşam saatlarında isə biraz sakitlik və düşüncələri toparlama ehtiyacı yarana bilər. Bugünün mesajı, fikirlərin çox ola bilər, amma düzgün seçdiyin biri səni doğru yerə aparacaq. Xərçəng bürcü 15 aprel 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün duyğular biraz daha dərin və həssas şəkildə ortaya çıxa bilər. Sanki ətrafında baş verən hər şeyə biraz daha çox mənalar yükləyə bilərsən. Günün əvvəlində özünə çəkilmək, sakit qalmaq və fikirlərini toparlamaq ehtiyacı hiss etmək mümkündür. Bu hal səni zəiflətmir, əksinə özünü daha yaxşı anlamağa kömək edir. Tələsmədən irəliləmək bugün ən doğru seçim olacaq. İnsanlarla münasibətlərdə yaxınlıq və səmimiyyət ön plana çıxır. Səni anlayan biri ilə edilən qısa bir söhbət belə ruh halını xeyli yüngülləşdirə bilər. Amma eyni zamanda hər kəsə eyni dərəcədə açılmaq istəməyə bilərsən və bu tam normaldır. Kimə nə qədər etibar edəcəyini hisslərinə görə müəyyən etmək sənə rahatlıq verəcək. Kiçik anlaşılmazlıqlar olsa belə onları böyütmədən sakit şəkildə həll etmək münasibətləri qoruyacaq. Gün ərzində ev və tanış mühitlər daha çox diqqətini çəkə bilər. Orada keçirdiyin vaxt sənə təhlükəsizlik və rahatlıq hissi verəcək. Bəzi köhnə xatirələr yenidən yadına düşə bilər və bu səni biraz düşündürə bilər. Amma bu xatirələr səni geri çəkmək üçün deyil, içində tamamlanmamış hissləri başa düşmək üçündür. Onlara sakit yanaşmaq sənə yüngüllük gətirəcək. Bugün böyük və sürətli dəyişikliklərdən çox, yavaş və sabit irəliləyişlər daha uyğun olacaq. Özünü çox yükləmədən hər şeyi öz ritmində buraxmaq sənə daha yaxşı təsir edəcək. Bəzən sadəcə dayanmaq, nəfəs almaq və anı hiss etmək belə kifayət edir. Özünə qarşı yumşaq olmaq bugün çox vacibdir. Axşam saatlarında daha sakit və biraz da düşüncəli bir ruh halı yarana bilər. Gün ərzində yığdığın hissləri sakit bir mühitdə dəyərləndirmək sənə daxili rahatlıq verəcək. Özünü tək qalmaqla pis hiss etməməli, əksinə bunu bir bərpa vaxtı kimi görməlisən. Bugünün mesajı, öz hisslərinə yer ver, onları anladıqca içində daha çox rahatlıq tapacaqsan. Şir bürcü 15 aprel 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqət mərkəzində olmaq istəyi biraz daha güclənə bilər. Amma maraqlısı odur ki, bu dəfə diqqəti qazanmaq üçün xüsusi bir şey etməyə ehtiyac olmaya bilər. Sadəcə təbii halınla belə fərq edilə bilərsən. Günün əvvəlində özünü biraz daha həssas və tez təsirlənən hiss edə bilərsən, amma bu hal tez keçib daha canlı bir enerjiyə yerini verəcək. İnsanlarla münasibətlərdə istilik və açıqlıq ön plana çıxır. Sənin sözlərin və davranışların ətrafındakı insanlara təsir edə bilər, buna görə də dediklərinə və reaksiyalarına biraz diqqət etmək yaxşı olacaq.
Kiçik anlaşılmazlıqlar yaranarsa belə onları böyütmədən həll etmək mümkündür. Bugün səmimiyyət çox şeyi yumşalda bilər və münasibətləri daha rahat axına sala bilər. Gün ərzində özünü ifadə etmək istəyi güclü olacaq. Fikirlərini paylaşmaq, içindəkiləri demək və ya sadəcə diqqət çəkmək istəyə bilərsən. Bu enerji düzgün yönləndirilsə, sənə həm motivasiya, həm də yeni fürsətlər gətirə bilər. Amma hər şeyi bir anda etmək istəyi də yarana bilər. Biraz yavaşlamaq sənə daha yaxşı nəticə verəcək. Bugün həm də öz dəyərini necə gördüyünlə bağlı kiçik düşüncələr ortaya çıxa bilər. Başqalarının reaksiyalarına çox bağlanmadan özünü necə hiss etdiyinə diqqət etmək vacibdir. Bəzən sadəcə özün kimi davranmaq ən güclü tərəfini göstərir. Axşam saatlarında isə biraz rahatlama və özünü yaxşı hiss etdiyin mühitə çəkilmək istəyi arta bilər. Günün yorğunluğunu atmaq və sakit bir an keçirmək sənə yaxşı təsir edəcək. Bugünün mesajı: parlamağa çalışma, səmimi qal, işığın onsuz da görünəcək. Qız bürcü 15 aprel 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün düşüncələr biraz daha detallı və həssas şəkildə formalaşa bilər. Hər şeyi olduğu kimi qəbul etmək əvəzinə xırda məqamları belə analiz etmək istəyi yarana bilər. Bu hal sənə bəzi mövzuları daha yaxşı anlamağa kömək etsə də, özünü çox yormamağa diqqət etmək vacibdir. Bəzən hər şeyi tam nəzarətdə saxlamaq mümkün olmur və bunu qəbul etmək sənə rahatlıq verə bilər. İnsanlarla münasibətlərdə səmimi, amma biraz ehtiyatlı bir yanaşma ön plana çıxır. Kiməsə kömək etmək, yol göstərmək və ya fikir vermək istəyə bilərsən. Lakin hər kəsin məsuliyyətini üzərinə götürmək lazım deyil. Kiçik anlaşılmazlıqları sakit şəkildə həll etmək və sözləri düzgün seçmək bugün münasibətləri daha rahat saxlayacaq. Gün ərzində gündəlik işlər və kiçik planlar daha çox diqqət tələb edə bilər. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək sənə daha çox rahatlıq gətirəcək. Bəzi gecikmələr və ya dəyişikliklər olsa belə onları sakit qarşılasan gün daha asan keçəcək. Bugün həm də özünü toparlamaq və düşüncələrini qaydaya salmaq üçün yaxşı bir fürsətdir. Nələri davam etdirmək, nələri isə biraz arxa plana atmaq barədə düşünə bilərsən. Özünü çox sərt mühakimə etmədən qərar vermək sənə daha yaxşı təsir edəcək. Axşam saatlarında sakitlik və rahatlıq ehtiyacı arta bilər. Özünə biraz zaman ayırmaq, sakit bir mühitdə dincəlmək günün yorğunluğunu azaldacaq. Bugünün mesajı: hər şeyi mükəmməl etməyə çalışma, bəzən sadəlik ən doğru yoldur. Tərəzi bürcü 15 aprel 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün daxili balansı qorumaq biraz daha vacib ola bilər. Sanki hər şeyin ortasında qalmaq, qərarsızlıq hissi ilə kiçik tərəddüdlər yaşamaq mümkündür. Amma bu vəziyyət səni sıxmaq üçün deyil, sadəcə hər iki tərəfi görüb daha düzgün seçim etməyin üçündür. Tələsmədən düşünmək bugün ən yaxşı nəticəni verəcək. İnsanlarla münasibətlərdə harmoniya axtarışı güclənir. Kimləsə anlaşmaq, ortaq nöqtə tapmaq və gərginliyi yumşaltmaq bacarığın ön plana çıxacaq. Amma hər kəsi razı salmağa çalışmaq biraz yorucu ola bilər. Öz fikrini də qorumaq vacibdir. Sükutla yox, sakit və aydın şəkildə demək sənə rahatlıq gətirəcək. Gün ərzində bəzi seçimlər qarşısında qalmaq mümkündür. Kiçik qərarlar belə sənə böyük kimi görünə bilər, amma əslində hər şey düşündüyündən daha sadədir. Özünü çox sıxmadan hisslərinə də qulaq asaraq qərar vermək bugün daha doğru olacaq. Bəzən ideal seçimə yox, rahat seçimə daha uyğundur. Bugün estetik hisslərin və zövqün də güclənə bilər. Gözəllik, musiqi və ya sadəcə xoş mühit sənə yaxşı təsir edəcək. Kiçik bir dəyişiklik belə ruhunu yüngülləşdirə bilər. Otağını dəyişmək, qısa gəzinti etmək və ya sevdiyin bir şeyə vaxt ayırmaq kimi. Axşam saatlarında daha sakit və yüngül bir ruh halı yaranacaq. Günün içindəki gərginliklər tədricən arxada qalacaq və sən özünü daha balanslı hiss edəcəksən. Bugünün mesajı: hər kəsi razı salmaq məcburiyyətində deyilsən, öz rahatlığını da seçmək haqqındır. Əqrəb bürcü 15 aprel 2026 Əqrəb bürcünün günlük proqnozu.
Bugün əqrəblər üçün daxildə güclü bir fokus və hisslərin dərinliyi ön plana çıxa bilər. Bəzi mövzulara adi günlərdən daha ciddi yanaşa bilərsən və xırda detallar belə gözündən qaçmaya bilər. Günün əvvəlində biraz isə qapanma və tək qalmaq istəyi yarana bilər, amma bu səni uzaqlaşdırmaq üçün deyil, özünü daha yaxşı anlamağın üçündür. İnsanlarla münasibətlərdə səmimiyyət və dürüstlük çox önə çıxır. Sən yarımçıq və qeyri-səmimi söhbətlərə dözümsüz ola bilərsən. Bugün kimləsə açıq danışmaq istəyi güclənə bilər və bu münasibətlərdə bəzi məsələləri aydınlaşdırmağa kömək edə bilər. Amma sözlərin tonuna diqqət etmək vacibdir. Hisslər güclü olduqda ifadələr də sərtləşə bilər. Gün ərzində bəzi vəziyyətlər səni düşündürə və içində qərar verməyə ehtiyacı yarada bilər. Amma hər şeyi dərhal həll etməyə çalışmaq əvəzinə biraz zaman vermək daha yaxşı nəticə verəcək. Səbr bugün sənin üçün əsas açarlardan biridir. Gizli qalan bəzi hisslər və ya düşüncələr də üzə çıxa bilər. Bugün eyni zamanda öz enerjini qorumaq və boş yerə xərcləməmək vacibdir. Hər kəsə hər şeyi izah etmək məcburiyyətində deyilsən, bəzən susmaq da gücdür. Öz sərhədlərini qorumaq sənə daha çox rahatlıq gətirəcək. Axşam saatlarında daha sakit və düşüncəli bir ruh halı yarana bilər. Gün ərzində yığılmış hissləri sakit bir mühitdə anlamaq sənə daxili balans verəcək. Bugünün mesajı, hər şeyi demək yox, doğru zamanda doğru şeyi demək səni güclü edir. Oxatan bürcü 15 aprel 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün daha geniş düşünmək və yeni istiqamətlərə maraq artımı hiss oluna bilər. Sanki bir yerdə dayanmaq sənə biraz darıxdırıcı gələ bilər və dəyişiklik arzusu güclənə bilər. Amma bu dəyişiklikləri dərhal həyata keçirmək əvəzinə əvvəlcə nə istədiyini dəqiqləşdirmək daha faydalı olacaq. Gün ərzində içində bir irəli getmək enerjisi var, sadəcə onu düzgün yönləndirmək lazımdır. İnsanlarla münasibətlərdə açıq və səmimi ünsiyyət ön plana çıxır. Fikirlərini paylaşmaq, zarafat etmək və söhbət etmək sənə yaxşı təsir edəcək. Ətrafındakı insanlar sənin enerjindən ilham ala bilər. Amma bəzən çox sürətli danışmaq və düşüncəni tam ifadə etmədən keçmək anlaşılmazlıqlara səbəb ola bilər. Biraz yavaşlamaq bugün çox şeyi asanlaşdıracaq. Gün ərzində yeni ideyalar və planlar yaranması mümkündür. Birdən ağlına gələn fikirlər səni həyəcanlandıra bilər, amma hamısını eyni anda həyata keçirməyə çalışma. Ən yaxşı nəticə seçdiyin bir-iki istiqamətə fokuslanmaqla gələcək. Kiçik addımlar bugün böyük fərq yarada bilər. Bugün həm də azadlıq hissi və özün olmaya ehtiyacı daha güclü ola bilər. Rutinlərdən biraz uzaqlaşmaq, fərqli bir şey etmək sənə yaxşı təsir edəcək. Amma bunu məsuliyyətsiz şəkildə yox, özünü daha yaxşı hiss etmək üçün etmək vacibdir. Axşam saatlarında daha yüngül və rahat bir ruh halı yaranacaq. Günün içindəki tələskənlik yavaş-yavaş azalacaq və sən özünü daha sakit hiss edəcəksən. Bugünün mesajı, irəli getmək istəyin güclüdür, amma düzgün istiqamət seçmək səni daha uzağa aparacaq.